Bir möcüzədən paylaşım sizinlə. Azərbaycanda bilirsinizsə, həmişə bir mükafatlar verilir. İlin bloqeri, ilin sosial personası, sosial fenomen və bəzi tədbirlər keçirilir və həmişə dəvət olunur populyar personalar, bloqerlər, sosial şəbəkələrdə populyar insanlar. İnanırsınız, məni bu 15-20 ilə bir dəfə belə tədbirə təqdim eləməyiblər. Məni bir dəfə namizədliyə təqdim eləməyiblər və heç vaxt mənə bir mükafat verməyiblər. İlin bloqeri, ilin videosu, populyar persona, bilmirəm, sosial fenomen, heç vaxt mən ömür boyu belə tədbirlərə dəvət olunmamışam. Və çox möcüzəli odur ki, şəhərə çıxanda, rayonlara gedəndə hamı məni tanıyır, sevir, cağlayır. Bir ailə üzvü kimiyəm bəzi insanlar üçün. Çox belə mənə deyirlər, radnoy, həyatımız, dostumuz, qarda bazarlara gedirəm, pul götürmürlər, göyərti alanda, pendir alanda, bir rayonlara gedirəm, bal bağışlayırlar. Çox xalq sevir məni və bu sevgi ilə 3 milyard baxış toplamışam, amma heç bir mükafat qazanmamışam. Çox maraqlı. Bilmirəm niyə, amma mənim üçün ən böyük mükafat elə xalqın sevgisidir, qayğısıdır və mənə etibardır. Eşq olsun mənim xalqım və sizin mükafatınız elə sizin mənə görə diqqətinizdir. Çox sağ olun, var olun. Sağ olun.